Sual belədir ki, biri ilə çox iyrənc söyüşlə danışan müsəlmanlara nə nəsihət edərdiniz? Cavab budur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, müsəlman söyünç söyməz. Gerçək müsəlman söyünç söyməz, nə də qadın. Söyünç söymək fasiqlərin, söyünç söymək kafirlərin, söyünç söymək həyasızların, söyünç söymək qeyrətsizlərin adətidir bu. İnsanın səviyyəsini bildirən bir rəmzdir bu. Necə bir insan ağzına murdar söz ala bilər, əgər o insanın qəlbi təmizdirsə? Ona görə bir ərəb şeiri var. Kullu ina'in bima fihi yandahu. Hər qab öz içindəyini tökür. Heç zaman bir qabın içində süd varsa, kiməsə o qab su, o qabdan, yəni ki, bir qabın içində süd varsa, heç zaman qaldıranda içindən su tökülmür. Su qabını qaldıranda içindən məsələ tutaq ki, sok tökülmür. Hər qabın içində nə varsa ancaq içindəyini tökür. Əxlaqsız və iyrənc söyüşlər söyən və adını müsəlman qoyanların içinin xarablığının əlamətidir bunların hamısı. Mən niyə küçə uşaqlarının səviyyəsinə düşməliyəm ki? Mən niyə kimdən olunduğu bilinməyənlərin səviyyəsinə düşməliyəm ki? Onlar küçə küçükləridir, itləridir, ürüyərlər.